Bizim dersimize devam edecek. Insert menüsünde. Yani insert ne demekti? Vставka demekti. Yani elave et demekti. Rusçan, İngilizcen insert, Rusçan vstavka, Azerbaycancan elave et. Yani səhviyə elave etmek manasındadır. Tab menüsü, tab düğmesini geçmişik. Tab düğmesine kadar gelip çıkmışız. Artık Picture düğmesi. Picture. Rusçu noktadır. Azerbaycanca şekilcedir. İngilizce picture değilir. Picture yazılır. Picture değilir. Picture verdik. Picture komandasını verdiğinde kompüterimizde harda şekil varsa tutar ki bizim D diskinde şekilimiz var. D diskine geldik. Ali dersi bölmesi. Bağa göre harda da şekilimiz var mı bizim? Tamam. Tutar ki bizim kursumuzun şeklini seçtik. Insert şekil səhifəmizə əlavə oldu. Şəklin qıraqlarında dairə işarələri varsa, bu dairə işarələrlə yaxınlaşdırmaqla şəklimizi nə edə bilirik? Balacalaşdıra bilirik gördüyümüz kimi. Bax fikir ver, şəkil balacalaşır. Bu yuxarıda göy dairə ilə də şəkili fırlada bilirik. İstədiyimiz formaya şəkili sala bilərik. Və yaxud şəklin ölçülərini buradan böyüdük, balacalaşdırabildik. Görürük. Bu da şəkil ölçülərini böyüdüb balacalaşdırabildik. Baştan gələk. Birinci, remove background. Background arka fon deməkdir. Remove de sil. Fonu sil, arka fonu sil. Bax, şəklin arka fonu silinir. Şəklin belə balaca hissəsi. Görürük. Arka fon silindi. Bina, bir balaca da maşın. Görürük. Fon silindi. Veya Ctrl Z verəndə biz yeni tələbələrimiz var. Keyboard düyməsini gətirib, keyboard klaviaturamız. Bizim klaviaturamız da bizim gözümüzün qarşısındadır. Buradadır. Bax, Ctrl Z. İki düymənin ikisini birdən çıxanda verək. Bu ikisini birdən çıxanda verək. Bax, geri qayıt komandasını veririk. Ctrl Z. Məsələn, burada daxil Ctrl Z verəndə geri qayıdır. Fonu geri qaytarırıq. Və yaxud Ctrl Y. Bax, uşaqlar, bir dənə bir şey görək burada. Bu nədir? Ctrl Y irəli background remover. Yəni geri qaytar yəni. Bax, fikir ver. Ctrl Y. Geri qaydır. Bu belə. Fikir ver. Geri, bir adım geri, bir adım irəli. Fikir verdik. Bu belə. Keyboard'u indirək aşağı. Bunların üzerine bir daha gel. Bunları bir daha izah edeceğim. Demek ki neylədik? Qıraqda vuranda bax belə deyək, sadə. Şəklimizin üzərində vuranda Picture Tools, Picture Tools düyməsi görsənir. Qıraqda vuranda gedir. Bax fikir ver. Lap sıfırdan başlayıram. Görürük. Oynayıram. Üzərinə gəlirəm görsənir. Qıraqda vururam gedir. Üzərinə gəlirəm görsənir. Qıraqda vururam gedir. Üzərinə gəldim görsənir. Format. Şəklin formatını dəyiş. Remove background. Arka fonu sil. Bak. Change. Change dəyişikliyi. Dəyişikliyi yadda saxla. Fikir ver. Yadda saxlandı. Fikir verdik. Şəkil bu formada qaldı. Və yaxud fikir ver. Reset picture. Geri qaytar. Gördük. Reset picture. Sonra burada nədir? İşıq. Bak aydınlığa. Bak fikir ver. Qaranlığa da verə bilərik. Şəklimiz göy qaranlıqdadır. Bak fikir ver. Şəkillə oynayalım. Qaranlıqda olsun. Yani şəkil qaranlıq formadadır. Amma burada bax, şəkil təmiz işıqlıq və fikir ver aydınlıq. Yəni şəkilin işığı ilə nə ilə oynaya bildik. Görürük günüzdür. Bax fikir ver lap günüzdür burada. Fikir ver şəkil özü. Burada isə qaranlıq. Fikir veririk nə istəsək, hansı formanı istəsək buradan bundan işləyə bilər. Məsələn lap qaranlıq verək. Qaranlıq formada olsun. Color. Demək nə ilə işıq qaranlıq. Color'una gəlir rəng. Tünd qaranlıq fikir ver. Görürük renklər. Bax bu olur nə? Ağqara. Fikir ver şəklin rəngi ilə oynayırıq. Bax fikir ver bura gələndə fikir ver işıqda burada amma ağqara və yaxud nə tər istəyirik onunla nə edə bildik? Oynaya bildik. Bu formada effekt, effektlər. Bax fikir ver şəklin effektləri. Bax fikir ver şəkil effektlərinə bax. Görürük. Fikir ver.
Bak şekil bu formada oldu. Elə bil qar yağıb üzərinə bu formada. Fikir verik. Resit pikturi verəndə sıfırlanır. Əvvəlki vəziyyətə qayıdır. Change pikturi. Dəyiş. Şəkili dəyişə də bilərik. O şəklin yerinə bu şəkil gəlsin. Ctrl Z geri qayıdıram. Fikir veririk. Komple bu nədir? Məsələn, çapa gedəcək PP formatında olan şəkil screen olunub. İma ilə göndər. User document resolve verdik. OK verdikdə, yəni ki, dəyişiklikdə nə eləyiriksə onu nizamlayır. Yəni bir o dərəcədə effekt vermir. Əgər bunu nə eləyə bilər? İnternetlə işləyirsə, slaydla işləyirsə, hə. Bu belə. Sonra buradan gəldik nəyə? Duri stili, şəklin stilləri. Bax, üzərinə gəldikdə bax, fikir ver, stillərlə oynayıram. Bax, fikir ver. Görük. Bax, oynayırıq. Tutaq ki, belə bir stilə salaq. Düymə. Okey, düymə formasına salaq. Gördük. Sonra bu nədir? Picture borders. Qırağındakı xətt qırmızı olur. Görüyor, aşağıda fikir ver. Qırmızısı görsəndi. Bəli, okey. Picture effektlər. Effekt. Fikir ver. Effektlər verdim. Nə ürəyim istəyir, ondan oynayırım. Yaxşı, belə bir effekt verək. Yox, belə olsun. Okey. Sonra picture effektdən. Yəni bunun hamısını bir işlədikcə siz görərsiniz də orada. Belə. Əgər picture effektdən vurur belə düymə tam düymə olsun. Picture effektdən 3D formatında nə var? 3D belə verir. Görürük. Taxta vuranda belə, şəklin üzərinə vuranda şəkil bu formada. Başa düşürük. Gəlir üzərinə vurur. Görə light da verib belə layerlərə sala bilərik. Qoy onu saxlayıq baxaq. Belə bir şəkil hazırladıq. Görürük şəklin. Sonra gəlirik şəklin üzərinə. Position. Yukarıda, ortada olur. Yukarı sol köşede olur. Yukarı ortada olur. Yukarı sağda olur. Orta ortada olur. Orta solda olur. Orta ortada, orta sağda. Aşağı sol, aşağı orta, aşağı sağ. Görürük. Qoy mən səhifəni balacalaşdırım. O şəklimi də bir balacalaşdıraq. Effektlər dəyişdikcə gör. Baba fikir verin. Baba fikir ver. Sol, yukarı orta, yukarı sağ. Orta sol, orta orta, orta sağ. Aşağı sol, aşağı orta, aşağı sağ. Görürük şəkillə işlədikcə. Sonra başa düşürük onu. Səhifəmi 100%-ə qaytarım. Bu faizi də bildik ki, biz ikinci dərslərdən bildik ki, səhifənin görünmə faizidir. Tutaq ki, mən bunu picture effekti belə bir düz formaya salam. 3D-sinə baxaq. İşte belə bir formaya salam. Tutaq ki, niyə belə elədim? Görərsiniz. Tutaq ki, mən burada yazmışam. Okey. Bak formattan tam text. Şekil yazının altı biz bunu büyüdüm. Fərqin görərsiniz. Olar ki düşməz zaten ona görə. Bak fikir verin. Şekil yazının altında oldu. Şekil yazının üstünde. Bak fikir ver. Görsünüz. Fikir verik. Yani şekil yazının altına koyuyorum. Şekil yani şekil alt olur ya şekil üstü olur. Görürük. Oynayırıq. Fikir verik. Uşaqlar. Ha, okey. Bak ki mesela şekil yazının alt fonuna koy. Yazının rengin farklı renk verin. Kırmızı olsun. Böyle. Bir verdik. Başa düştük. Yani ne istese şeklin üstüne yazmağa. Şeklimiz olar ki böyle olar. Daha güzel yazımız da orada görsün. Başa düştük. Bu böyle. Şeklin üzerinde işlemekten ötürü. Sonra burada nedir? Yani burada vacip olmayan meseleler var. Dəyişiklikdə bir o dərəcədə fərq eləmir. Sadəcə bu fikir ver. Şəkil arxa fonda qaldı. Buradan da qaytara bildik. Sonra set background. Yani bu
Burada müəyyən məsələlər ötü verib, məsələn, şəkil və fikir dərəcələrini ilə döndərə bilərik, fikir veririk. Bu belə. Alıcı istiqamətlərini verə bilərik. Məsələn, tutaq ki, belə gəlsin və yaxud tutaq ki, formada biraz aşağı mı, yuxarı mı? Burada nə istəsək, onu o formada işləyə bilərik. Səhifənin aşağısına gəlir təmiz. Səhv iş görmüşüksə Ctrl Z-lə geri qayıdırıq. Başa düşdük. Sonra kap verib qıraqlarından ölçülərini balacalatmaq istəyiriksə, məsələn, tutaq ki, elə deyək ki, mən istəmirəm burada bu yazı görsənə. Bircə dəqiqə kap verdim. Buradan gəldim bura, bunu qaldırdım bura. Fikir ver. Enter, все. Aşağısını kəsmək. Bilə bilərsiniz ki, müəllim, bax, məsələn, bunu yes ver. Bax, fikir ver. Bunu nə qədər siz balacalaşdırırsanız da, fikir verin buradan, balacalaşdırsanız da, o yazı orada qalır. Fikir ver. Balacalaşsa da, biraz açın onu biraz. Yazı burada qalır. Amma məsələn, mən buradan seçib formatdan cat komandası ilə bunu artıq şəkil o kəsib götürür. Gedir. Başa düşürük. Səhərsi gün telefonla çəkilən şəkillərdə yarı qalırsa yarını kəsib şəklimizi səhifəmizə əlavə eləyə bilərik. Bildikmi? Bu da bu formada. Buradan da bayaq dedik ölçün böyüdüyüb və balacalaşdıra bilərik. Vacib məsələ. Şəkil hissəsini başa düşdük. Problem yoxdur ki bundan. Demək belə bir şey deyək. Bu şəkili sildik. Şəkil asan bir tema idi. Clip art. Burada da proqramın yaddaşında harda şəkil varsa onu qul komandasını verməklə şəkillər gəlir bura. Buradan hansısa bir şəkili məsələn səhifəmizə əlavə edə bilərik. Belə bir şəkil əlavə edək. İnternetdeymiş bu. Səhifəmdə olan yazı o internetten bəzi şəkillər yüklənmişdi. Onlar da görsənmirdi, o vacib deyil. Bu da eyni şeydir. Və bu da şəkildir, eyni şeylərdir. Yəni burada nə istəsək onu nə edə bilərik? İşləyə bilərik. Artıq bunlar üçün vacib deyil. Şəkillər əlavə eləməyi bildik. Tip komandası var. Ship fiqurlardır. İstədiyin fiquru gətirə bilərsən. Məsələn, mən sadə bir fiqur forması gətirim, bir dənə link gətirim. Tamam, belə bir link gətiririk səhifəyə. Bir verək, səhifəmizdə nə var? Bir dənə link var. Üzərinə yazı yaza bilərik. Fikir ver. Artıq bu linkdə hərəkət eləyəndə yazı da gedir. Görürük. Fikir ver. Bu tip komandası və ya istənilən fərqli bir link gətirmək istəyirik. Yəni belə bir chips gəlir və hərəkət eləyəndə neynir? Yazı da gedir. Başa düşürük. Bununla formaları verə bilər. Dravnik tools formasından yazının effektlərini veririk. Məsələn, yazıya belə qırmızı renk veririk. Yazıya effekt veririk. Ya burada nə istəsən yok ama kölge ver. Bir panellere kölge ver. Başa düşürük. Ya buradan nə istəsən üzərinə vuranda gəlir. Bunlarla nə edə bilirik? Oynaya bilirik. Yazın istiqamətlərini məsələn yönü belə eləyə bilərik. Yazın istiqamətlərini belə eləyə bilərik. Dəyişmədi. Görürük. Düz formaya qoyaq. Düz olsun. Başa düşdük. Yəni buradan yazın istiqamətinə daxil olub. Text Direction Options bölməsinə daxil ol və versiyalar burada gelir. Yön yukarı, yön aşağı, sola. Okey. Ben de yön yukarı koyuyorum bunu. Okey. Fikir verək. Başa düşün. Tersine koyduk. Yön aşağı. Bildik.
Hepsi de gördük. Sonra seçirik, silirik. Silinmeyen de üzerine gelse sol düğmesi düz kat olursa bu zaman silinebilir. Delete verir, silir. Şimdi smart. Mesela böyle bir listelemesi var. Prosesleri var. Bu figürler var. Bu var. Bu var. Bu var. Böyle picture de verip şekillerle getirebilir. Bir tane şekillerle getiriyor. Okey. Takçı. Bir tane şekil getirdik. Burada bu oldu. Bir tane şekil getirdik. Burada da bu oldu. İki tane şekil. Burada yazdılar. Bak yön yukarı şekilleri arttırabildik. Takçı buna bir tane şekil getirdik. Takçı buna bir tane şekil getirdik. Görük. Çizedik. Yani bu yön yukarı oklar bile bir daire şekline gelir. Veya seçip buradan ne yapabiliriz? Değişebiliriz. Evet. Yok, yok. Değişebildik. Silebildik. Şekili veya şekili silebildik veya bunun özünü seçip delete verir silebilir bize de. Yazını sildik. Lazım da. Bak insert smart list elavelerdik. Tamam. Okey. Şekil elavelerdik. Şekil elavelerdik. Şekil elavelerdik. Okey. Bak attributes after elaveli görük. Attributes çivirik. Attribute below. Bunu çivi görük. İkisini birden elaveli. Başa çürük. Seçtik. Delete ile de silebildik. Başa çürük. Bak demote yerinde. Böyle bak gizden at. Bas yerden değişebilir. Fikir ver. Yok. Fikir verek. Yaz. Bak buraya yazdık. Böyle DVD. Buraya yazdık. Sağlam. Burada yazdık. Bura. Okay. Bak fikir ver. Linkli bırakılış sağlam DVD. DVD sağlam bırakılış görse yerden değiş. Başa çürük. Şekil yerden değişmez. Yeni şekildir. Bak fikir ver. Sağdan sola, soldan sağa. Görük. Bir tane buraları açılır. İstediğimizi yazıp ve silebilir. Çevir. Tamamlar. Çevir. Şöyle gitmeden buradan ileri. Başa düştük. Yani bunlar buradan formatta verip formatlarını değişebiliriz. Çevir böyle formu yapabiliriz. Veyahut efekt verip böyle gölge verebiliriz ona. Okey. Görük. Aha. Orada güneş işareti getirdik. Görük. Yani biz güneş. Ben ne göre bunu kurdalayıram? Yani bunun hamısının bir deyilesi formada değil ki. Yani uşaqlar bunu yazın, bunu yazın, bunu yazın. Sadece olarak gösteririm ki evde qurdaladıqcanı öyrənəsiniz. Yazmaq teması bizden qurtarır. Biz yazı yazmayacağıq. Biz ancaq videodakine baxıb videodakini neynəyəcəyik, işləyəcəyik. Məsələn, buna bir dənə dizayn edək. Buna düymə verək. Düğmeler verildi. Güneş de düğüm işaretini. Yani bakanda böyle bakanda bir efektli bir şey. Bu oku da silebilirim.
Küçük bir formada salabiliyor. Gördük bu formada. Tek fani. Yazı geldi. Bir daha yazı gelir. Veya şüphesi. Buradan böyle bir formalara getirebilir düğmeleri. Görük. Ya ne isteyiremse ya düğmeler olsun bir de olmalı böyle bir şey. Veyahut bulanık bir şey. Veyahut değil mi? Ne yüreğim isterse onunla inebilirim, isteyebilirim. Veyahut belirleyebilir. Fikirler değişebilir. Ne isteyiremse daxil olub orada onu qurdalayabilirim. Görük belə bir formaya salabilir. Görmüş geri qaytarabilirik. Görük, başa düşürük. Belə bir oynayabilirik. Başa düşürük. Böyle bir panel formasına getirir. Böyle. Tamam mı? Bu da Insert'ten Smart komandası belə. Görük. Buranı bütün izah edeceğim baxaq. Bunu da silə indi. Belirtti. Okay. Chart komandası diagramdır. Bunu Excel'de tam öğreneceğiz. Excel'de chart komandası tam öğrenebiliriz. Bu cədvəl məsələn nədir? Onu qısa deyim. Məsələn, tutaq ki, burada yazılıb. Kitablar, tutaq ki, qəlemlər, hərflərlə problem var. Su, bu da alma. Fərqi yoxdur. Bəzi müəyyən şeylər yazıldı. Okay. Cədvəl seçdik. Insert chart. Diagram. Mesela böyle bir şey formasını fark etmedi böyle bir düğmelerle. Okey. Fikir verək. Gelecek gördüğünüz bir başı Excel geldi. Biz her ihtimale Excel'i bağlayaq. Bize vacib lazım değil Excel. Çünkü bu Excel'de işlenen bir şeydi. Gələm su görürük burada düşdü. Burada yazdığımız rəqəmlər məsələn yazılıb müəyyən baxımda. Məsələn də tutaq ki, bax, tutaq ki, burada 33 sildik, 45 elədik. 22'ni sildik. Tutaq ki, 56 elədik. Tutaq ki, bunu sildik. 8, 7 elədik. Tutaq ki, bunu sildik. 100 elədik. Burada çizecek bir de değişikliği görmürük. Ama Excel'de olsa değişikliği görebiliriz. Mesela Excel'de biz bu cədvəl Excel'de olsa biz CDG yok. Bir CDG baxaq Excel'i bir CDG da indi icra üçün adlattık bura. Seçtik insert böyle bir şey diyeydi. Böyle diyagramlarla böyle. Kolumunuz okey. Kirveli şu an. Şimdi mesela da tutaq ki bu 22'ni seçtik. 550 yazdı bak. Görsen burada değişikliği görürsünüz. Bunu yazdık. 485 bu fikir ver. Burada da değişikliği görürsünüz. Bunu yazdık tutaq ki 1. Burada görürsünüz değişikliği 1 var. Yani burada bu formada değişikliği gör. Ama o birisinde bu Excel'e ait olduğuna göre ben şeyleşler için Excel'de göreceğiz. Insert'ten chart komandasını başa düştük. Bir de var screenshot. Screenshot nerede?
Tutaq ki, mən istəyirəm ki, bu proqramda bu balaca bir ekrandan bu şəkili götürəm atım. Və yaxud da ekrandan bir şey yox. Belə deyək, ekranımdır, mənim ekranımdır. Ekranımda mən kompüterə aid dərs izləyirəm. Kompüterin işarəsini səhifəmə atmaq istəyirəm. Bu zaman ekranın arka fonda qalır. Word'də bunu silək. Word'də screenshot verdik. Screen clip verəndən sonra ekran bir balaca durandan sonra boz rəngdə qalır. Yəni bunu seçəndə bax fikir ver, birbaşa səhifəyə əlavə oldu. Gördük? Oldu şəkil. Və yaxud tutaq ki, baxaq bircə dəqiqə. İstəyirik ki, bu şəkili səhifəmizə əlavə edək. Şəkil qalır arxa fonda. Word üstdə dursun burada. Insert, screenshot. Axı biz də arxa fonda bu şəkili qoymuşduq axı. O zaman gəlib buranı seçən kimi gəlir. Ya və yaxud arxa fonda bunu gətirmişik. Bu Word'ün arxa fonunda olur. Yəni bunun üzərində Word olacaq. Onun üzərində Word olsun, bəli. Insert, screenshot bunu verdikdə axı arxa fonda Word'dən sonra bu qalmışdı, bəli. Seçib bunu buranı seçdikdə avtomatik bura Word'ə əlavə olur. Başa düşdük. Yani Word'ün arkasında Word neyin üzerindedir? Tutaq ki Word'ün üzerinde budur. Bu da bunun üzerindedir. Ama en ahırıncı Word bu bunun üstünde Word'de. Onu öyle screenshot verende ahırda ne durursa gösterecek. Bu aşağıdaysa yok. Başa düştük. Bir daha dedik. Screenshot verende ahırda bolluğuna göre bu gösterecek. Bunu yendirip nəsə eləyə bilərsən. Buranı seçip səviyyə əlavə edə bilər. Başa düşürük formada. Screenshot'a da baxaq. Bura kimin dərsi link internet saytına aid olan bir hissədir. Gələn dərs buranı bütöv izah eləyəcək.